Salam əziz və dəyərli izləyicilər. Bugün sadə reseptlə üzəri xırçıltılı, içərisi qat-qat samsa hazırlamışam, ətli samsa. Keçək hazırlama qaydasına. Deməli 2 stəkan yarım su, üzərinə 1 xörək qaşığı duz əlavə edirəm. Daha sonra 2 ədəd də yumurta. Yumurtada bütöv ağlı sarılı yumurtadan istifadə edirəm. Bunları qarışdırandan sonra üzərindən 1 kiloqram un əlavə edib xəmiri yoğururam. Yəni bu qədər sadə. Belə çox ərzaq aparmır da xəmiri. Yəni xəmir nə başqa, nə yağ, nə heç bir şey əlavə eləmirəm. Sadəcə su, yumurta, duz, un. Xəmiri də yoğururam. Burada xəmiri biraz çox yoğururam ki, daha yayanda daha rahat yayılsın. Xəmirimiz biraz yüngül alınsın. Ona görə biraz çox yoğururam. Yoğurandan sonra hardasa bir 15 dəqiqə, 20 dəqiqə xəmirin üzərini örtüb gözlədirəm. Düzdür, mən burada xəmirin acımasını, gəlməsini gözləmirəm. Ona görə ki, xəmirdə tərkibində maya yoxdur, ehtiyac yoxdur. Yəni bunu uzun müddətli saxlamağa bu xəmiri. Sadəcə biraz gözləyirəm ki, xəmir özünə gəlsin. Hardasa bir 10-15 dəqiqə gözləyirəm. Daha sonra 2 kündəyə ayırıram. 2 dənə kündə hazırlayıram burada. Kündələyəndən də sonra bir hardasa 5-10 dəqiqə gözləyirəm ki, yuxanı rahat yaya bilim də. Kündələyən kimi yuxanı yayanda biraz adam çətinlik çəkir. Yaymaq çətin olur adama. Rahat olmur. Amma kündələyəndən sonra bir damcı gözlədəndə yuxanı rahat yaymaq olur. Yəni narahat olmağa ehtiyac yoxdur. Xəmiri istədiyiniz qədər un vurub rahatlıqla aça bilərsiniz. Yəni çətinlik çəksiniz açanda. Rahat un vura bilərsiniz xəmiri açmaq üçün. Bizim burada 300 qram yağımız var. Xəmiri yaydıqdan sonra yağı əlimlə yuxanın içərisinə çəkirəm. Burada yağımız otaq temperaturundadır, yəni yumuşaq yağdır ki, rahat çəkmək olsun. Çəkdikdən də sonra gördüyünüz qaydada qatlayıram. Əziz xanımlar, mən burada yuxanı çox nazik yaymadım. Yəni özümü yorub çox nazik yuxa yayım, elə eləmədim. Elə normal naziklikdə yuxanı yaydım. Və gördüyünüz qaydada yağı çəkirəm. Yağını da az çəkmirəm, yaxşı çəkirəm. Çünki xəmiri çox nazik yaymamışam axı. Ona görə yağında biraz normal çəkirəm. Və bu qaydada qatlayıram. Bunu mən əvvəldən hazırlayanda çəkilişə görə mən bunu buzluqda saxladım. Hardasa bir yarım saat ki, yağ biraz donsun, rahat yaya bilim. Amma əslində siz bunu axşamdan eləyib bir gecə soyuducuda saxlasanız, səhəri yenə rahat yaya bilərsiniz də. İkinci yayımından söhbət gedir. İndi mən çəkilişə görə vaxtım çox olmadı deyə elə mən yağlayıb buzluqda gözlətdim ki, yağı biraz bərkisin. İkinci yuxanı da eyni qaydada yayıram və eyni qaydada da yenə gördüyünüz kimi yağını çəkirəm. Yağını biraz normal çəkirəm, çox az çəkmirəm. Qatlayıram, təzədən bu üzündə yağlayıram. Yuxanın ətək hissəsini yenə qatlayıram. Burada ikinci dəfə göstərirəm ki, yəni dəqiq görəsiniz. Amma ikinci qatı ətək tərəfini qatlayanda oraya yağ vurmuram. Çünki qatlayanda bu bir tərəf yağlı donsuzda onun üzərinə düşəcək ona görə. Bu qaydada. Yağlayandan sonra qoyuram, yağı biraz bərkisin. Deməli, mənim burada 300 qram yağım var idi, amma hamısı istifadə olunmadı. Hardasa toplam deyək 2 gündəyə mən 270-280 qram belə yağ istifadə elədim. Salafana da büküb qoyuram ki, üzəri qaysıqlamasın. Xəmirimiz yağı biraz dolana qədər, özünə gələnə qədər mən burada əti hazırlayıram. Burada bizim 400 qram ətimiz var. Üzərinə 2 baş soğanı da çox xırda-xırda eləməmişəm. Doğramaq da olar xırda-xırda. Yəni xırda eləməmişəm deyəndə ət maşından keçirtməmişəm. Xırda-xırda doğramışam. Doğramaq da olar. Mən burada blenderdən keçirmişəm. Elə doğrama formasında. Duzunu, istiyotunu damaq dadınıza görə qata bilərsiniz və sarı kök. Mən çəkilişdə göstərmədim. Əslində mən belə əti qovuranda darçın da əlavə edirəm biraz. Onda daha gözəl dadı möhtəşəm olur da. Yəni çəkilmiş ətin biraz ətə darçın qatanda çox gözəl ətri gəlir, qəribə dadı olur. Yəni darçının dadı orada hiss olunmur, amma maraqlı bir dadı olur. Ona görə hər dəfə mən belə bir şeylər hazırlayanda soba pirəşkisi, nə bilim ətli pirəşki, soba pirəşkisindən söhbət gedir də. O həmin ətəmə az da olsa darçın qatıram. Xəmir biraz özünə gəldi, yağı bərkidi və burada yayıram, yenə rahat ununu vururam, çəkinmədən, yəni ununu da vururam ki, yuxanı yayanda yırtılma ehtimalı da olmasın. Ehtiyatla yayıram, kvadrat forma verirəm. Çalışıram ki, kvadrat forma verim. Biraz da yuxanı yayandan sonra kənarlarından belə boşluqlar verirəm ki, sərbəst olsun yuxa, kəsəndə çox yığılmasın. Bunda 4 hissə o üzlü bu üzlü, yəni
Həm eninə, həm uzununa kəsirəm. 16 ədəd bir yuxamızdan 16 ədəd bizim samsa alınır. İçərisinə əti yerləşdirirəm. Əti istədiyiniz qədər. Yəni az da eləyə bilərsiniz, çox da eləyə bilərsiniz. Nə bilim, ətinə biraz kartof da kvadrat doğrayıb qata bilərsiniz. Kim necə istəyir. Ətimi yığandan sonra bu formada kvadrat formasını yəni itirmədən çalışıram ki, itirməyim. Bu formada bükürəm. Qıraqlarını da əlimlə möhkəm bərkidirəm. Burada ət bişəndən sonra hökmən soymalıdır. Yəni ət isti olanda, xəmirin arasına yığılanda, deməli ət istidir deyə, xəmir də yağlıdır deyə, xəmirin yağını əridir, biraz yağını boşaldır yağ, xəmir. Biraz listin altından biraz ətin elə bir suyu çıxır. Ona görə ət bişəndən də sonra soyuq olsa daha yaxşıdır. Xəmirin içərisinə yerləşdirmək üçün. Baxın bu qaydada. Hazırladım, bükdüm və listə yığıram. Heç gözlətmədən də üzərinə yumurta sarısı çəkirəm. Yumurta sarısına heç nə qatmamışam. Burada sadəcə yumurta sarısı, amma qeyd edeyim ki, 3 ədəd yumurtanın sarısını istifadə elədim bu samsaların üzərinə. Toplamda bizim 32 ədəd samsamız alındı. Siz indi forma olaraq hansı üçgün forma verə bilərsiniz. Nə bilim, forma olaraq özünüz bilərsiniz. Yəni düz bucaq formada, uzun rulon formada da bükę bilərsiniz. Ölçüsü də sizin özünüzdən asılıdır. Mən bugün bu formada hazırladım. Üzərinə də bıçaqla çərtdim ki, bişəndə biraz maraqlı görünsün. Nəsə bax bu formada bişəndə həm gör necə həcmi artır, necə böyüyür, şişir, həm də üz görkəmi bıçaqla ona görə iz vurdum ki, bu görkəmi almaq üçün. Hazır oldu samsamız. Hardasa 600 qızarana qədər, dəqiqə deməyəcəm, 600 qızarana qədər bunu 180 dərəcəli sobada bişirdim. Təsəvvür edin ki, mən buna maya da qatmamışam, kabartma tozu da qatmamışam, amma bişəndə görün necə şişib, həcmi böyüyüb, xırçılısını da eşidirsiniz. Çox gözəl, yüngül samsalar alınıb. Çox sadə reseptlə hazırlanıb əziz xanımlar. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.